Salam dostlar, hər birinizi salamlayıram. Bugün sizlərə 9 mart, yəni bugünün tarixində keçirilən riyaziyyat buraxılış imtahanının suallarının izahını təqdim edəcəyəm. Gəlin sualımızla başlayaq. Ümumiyyətlə, imtahan haqqında fikirlərimi soruşsanız, qapalı suallar son dərəcə asan suallar idi. Sadəcə ətrafa yazı tələb olunan suallardan nisbətən təhsilini yaşayan şagirdlər ola bilərdi. Amma ümumi səviyyə üzrə götürsək, suallar normal suallar idi, yəni imtahan orta səviyyəli bir imtahan idi. Gəlin indi sualımıza baxaq. Birinci sualımız, yəni 61-ci sualımız çox sadə bir sualdır. Biz burada vuruqları ərmə düsturundan istifadə edərək mesela rahat şəkildə həll edə bilərik. Gəlin sürəti ayıraq. 828 çıxılsın 72, 828 topla 72 şəklində yazaraq. Məxrəci olduğu kimi yazırıq. Sürəti sadələşdirən zaman 756 vurulsun 900. Bölünsün 378. 756, 378 hesabı gedən zaman 2 qalacaq. 900 də 2-yə vuran zaman 1800. Nəticəmiz olacaq 1800. 63-cü sualımızda silsilə fərqini istəyir bizdən. Biz bilirik ki, bu misallarda D bərabərdir. A28 çıxılsın A13. Məxrəcdə isə 28 sıx 13 şəklində yazarıq. 28 sıx 58 bölünsün 15. Nəticəmiz mənfi 30. Mənfi 30 2-yə bölən zaman mənfi 2-yə bərabər olacaq. 63-cü sualımız isə düsturumuz 2 kosinüs alfa plus beta bölünsün 2 və kosinüs alfa minus beta bölünsün 2-dir. Alfa plus beta bölünsün 2 38, 18, 56 2-yə bölən zaman 28 dərəcə. Kosinüs isə 10 dərəcəyə bərabər olacaq. Yəni doğru cavabımız olacaq D variantı. Növbəti suallarımıza baxaq. 64-cü sualımız. 64-cü sualımızda isə B məsafəsi 8-ə, AC məsafəsi 20-yə, EC məsafəsi 17, D məsafəsi 8. 64-cü sualımız hərəkət oxşarlıq bölməsindəndir, yəni asan tip sualdır. Budaqları alfaya işarətlə, bucağı alfadası olan BM-in bucağı da alfa olacaq. C bucağımız betadırsa, M bucağımız da betadır. Uyğun bucaqların qarşısındakı tərəflər nisbəti bir-birinə bərabər olmalıdır. Yəni 8-in 25-ə nisbəti bərabər olmalıdır. X-in 20-yə nisbətinə. Buradan da X-i tapsaq 8 vur 20 bölünsün 25. X olacaq 6,4 cm bərabər olacaq M-in tərəfi. 65-ci sualımızda çox sadə bir sualdır. Prizmanın həcmi 120 cm, hündürlüyü isə 8 cm-dir. Prizmanın oturacağının sayısını tapın. Bərabərdir. S oturacaq. Olsun, hündürlüklə hesablanır. Bir sahəni tapmaq üçün həcmi hündürlüyə bölməliyik. Yəni 120 bölünsün 8. S olacaq 15 cm kvadrat. Yəni doğru cavabımız 65-ci sualımızda. Doğru cavabımız 65-ci sualımızda olacaq A variantı. 66-cı sualda çox sadə bir sualdır. Yəni 40 uzunluğu kalon düz bucağının perimetrini tapın. 2 vurulsun 40 plus karüstürü ilə hesablanacaq. 66-cı sualımız olacaq C variantı. 67 və 68-ci suallarımız. 67-ci sualımızda 17 kiçikdir 23. Bu şərti ödəyən en natural ədədlərinin sayını tapın. Bu eyni ödəyən ədədlərimiz burada 17 və 23 aralığıdır. 17 daxildir, amma 23 daxildir. Bu aralıqda olan ədədlərin sayını tapmaq üçün 23-dən 17 çıxarıq. 6 natural həll sayı olacaqdır. Doğru cavabımız olacaq C variantı. 68-ci sualda sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbəsində 2 müxtəlif üsulla seçmək olar. Biz bilirik ki, seçmə üsullarında kombinasyondan istifadə edilir. Yəni kombinasyon 24-dən 2-ni hesablamalıyıq. 24 faktorial bölünsün 2 faktorial vurulsun 24 sıx 2. Yəni 22 faktorial. 24 faktorialın tərkibində 22 faktorial vurulsun 23 vurulsun 24. Aşağıdakı 2 faktorialın isə 2-yə bərabərdir. 2 vurulsun 22 faktorial. 22 faktoriallarımızı x-lərə apararaq 24-ü 2-yə bölən zaman 12, 12-ni də 23-ə vuran zaman 276 üsulla seçmək olar. Yəni doğru cavabımız olacaq 68-ci sualımızda C variantı. 69-cu sualımızda sadə bir sualdır.
40% 4,5 vurulsun 1,2 topla 2,5 ifadəsinin qiymətinə bərabər olan ədəd istəyir. Sadələşdirək. 4,5 vurulsun 3,5 topla 2,5. 4,5 üst tərəfləraraq 1,5. 1,5'i 5'e vuran zaman 7,5. 7,5'de 2,5'i toplayan zaman nəticəmiz 10 edəcək. 40% 10 olan ədədi tapmaq üçün isə onu 100'e vurub 40'a bölərik və nəticəmiz olar 25. Doğru cavabımız olacaq 25. 70-ci sualımız şəkildə verilənə görə alfa buzağını tapın. Gəlin şəklə baxaq. Biz bilirik ki, eyni qövsdə söykənən daxilə çəkilmiş buzaqlar bir-birinə bərabər olmalıdır. Yəni, hər ikisi eyni qövsdə söykəndiyi üçün bu qövsdə söykənən buzaq 40 dərəcə olduğu üçün alfa buzağı da 40 dərəcəyə bərabər olacaq. 71-ci sualımızda sinusun 60 dərəcəsi kosinusun 30'una bərabər olduğu üçün biz bu ifadələri çıxan zaman nəticəmiz 0'a bərabər olacaq. Çünki sinus 60'da kökdə 3 bölü 2 alır. Kosinüs də 30'da kökdə 3 bölü 2 alır. Və bunlar da bir-birindən çıxan zaman nəticəmiz 0'a bərabər olmuş olacaq. 72-ci sualımız 2'nin qüvvətində kökdə 2 vurur 2 edəcək. 2 üstə 2 isə 4'ə bərabərdir. Nəticəmiz olacaq bir variantı. 73-cü sualımızda mənfi 2 kiçik bərabərdir 8-dən biz bir 2 bərabərsizlə mənfiyə bölən zaman işarə əksinə dəyişir. X böyük bərabərdir mənfi 4'dən. Və bərabərsizliyin də ən kiçik həlli mənfi 4'ə bərabər olacaq. 74-cü sualımız konusun doğranı 10 köşkəsi bərabər olub. Oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Konusun oturacağının radiusunu tap. Yəni əvvəlcə biz konusumuzu çəkək. Konusumuzu çəkirik və hündürlüyünü də çəkək konusun. Doğran 10 köşkdə 3'tür. Doğranımız 10 köşkdə 3'ə bərabərdir. Oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Bu bucaq 30 dərəcədir. Digər bucaq hündürlük olduğu üçün 90 dərəcədir və digər bucağımız 60 dərəcə olacaq. Və biz bilirik ki, 30'un qarşısındakı tərəf hipotenuzun yarısı olmalıdır. Yəni 5 köşkdə 3'ə bərabər olmalıdır bu hissə. 60 dərəcəli bucaq qarşısındakı tərəf isə digər katet isə bizim konusun radiusu olacaq. Oturacağının radiusu olacaq. Və həmin radius da 60 dərəcənin qarşısında olduğu üçün digər katetin kökdə 3 hissə olmalıdır. Yəni 5 kökdə 3 vurulsun kökdə 3. Nəticəmiz olacaq 15. 74-cü sualımızda cavabımız olacaq 15. 75-ci sualımıza baxaq. Beşinci sualımızda sol tərəfdən 2 üstü x'i çıxarsaq 8 çıx 2 8 çıx 6 seçdik. Digər tərəfdən 3 üstü x'i çıxarsaq 3 çıxılsın 1. 2 üstü x vurulsun 2 seçdik. 3 üstü x vurulsun 2. Hər tərəfi 3 üstü x'ə bölsək 2 üstü x bölünsün 3 üstü x kiçikdir 1'dən. Bunu da qısaca yazarıq. 3'də 2 üstü x 3'də 2 üstü 0 şəklində. Əsas 0 və 1 aralığında yerləşirsə biz x'i 0'dan böyük götürməliyik. X böyükdür 0'dan və bu həlli də ödəyən ən kiçik tam həll 1'ə bərabər olacaq. Doğru cavabımız olacaq 1. Adi iki rəqəmli ədədlər üçün kök altında bir natural ədəd olacaq. Kök altında bir natural ədəddirsə biz deməli hansı iki rəqəmli ədədlərdir ki biz onlardan kök ala biliriz. 16, 25, 36, 49, 64 və 81. Biz bu ədədlərdən kök ala bilirik. Təsadüfən seçilmiş bir ədədin tək ədəd olması ehtimalı. Ümumilikdə biz əlverişli hallar sayı, mümkün hallar sayına nisbətli ehtimalın tapılmasıdır. Hadisənin ehtimalı tapılan zaman əlverişli hallar sayını bütün mümkün hallar sayına bölmək lazımdır. Bizim bütün mümkün hallar sayımız burada 6 oldu. Əlverişli hallar sayımıza baxırıq. Bunların içərisində neçəsi təkdir. Təklər isə 25, 49 və 81. Yəni 6'da 3, 2'də 1. Cavabımız olur 0,5. Hadisənin ehtimalı 2'də 1 və yaxud da 0,5'ə bərabər olmuş olur. 77-ci sualımızda loqaritma 81'i yazaraq 3 üstü 4, 8'i 2 üstü 3 bölünsün aşağıda. Loqaritma 9'u yazaraq 3 üstü 2,
32, 245. Və biz bilirsik bunların qüvvətlərinin nisbəti qarşıya gəlir. Yəni 4-3 loqaritma 3 əsasdan 2. Aşağıda isə 2-5 loqaritma 3 əsasdan 2 bərabər. 4-4 loqaritma 3 əsasdan 2 bölünsün 2-5 loqaritma 3 əsasdan 2. Loqaritma 3 əsasdan 2-lər eşitlər gedər. 4-3-ü də 2-5-ə vuran zaman, bölən zaman 4-4-ü də 2-5-ə bölən zaman 4-3 vurulsun 5-2 şəklində yazarıq. 10-da 3. Nəticəmiz olar 0,3. 78-ci sualımızda x bərabər mənfi 0,4, yəni 10-da 4 mənfi 5-də 2 olarsa, 10 vurulsun 5-də 2-nin kvadratı 25-də 4, çıxılsın 5 vurulsun 5-də 2, topla 3 şəklində yazarıq, bərabərdir. 5-ə ixtisar gedən zaman, burada 5, burada 2 qalar, 5-də 8, 5-də 8, 10-da 6 edər. 10-da 6-ı toplayaraq. Burada da 5'lər. Burada da 5'lərimiz ixtisar gedər. 2 qalar. Mənfi 2 ilə 3 toplayan zaman, 1-10-da 6 ilə 1-i toplayan zaman nəticəmiz olar 2,6. 78-ci sualımız olacaq 2,6. İndi isə keçək ətraflı yazı tələb olunan tapşırıq. 79-cu sual. 79-cu sualımızda aralarındakı məsafə 34 km olan A və B məntəqəsinin A məntəqəmiz olsun, B məntəqəmiz. A-dan B-yə qədər məsafə 34 km-dir. 34 km-dir və C nöqtəsi də var ortada. A-dan C-yə qədər məsafə, deməli, A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur və sürətləri biri-birindən 8 km/saat çoxdur. Velosipedçi A-dan 24 km məsafədə C nöqtəsinə 24 km məsafədə gedir. Deməli, digərinə qalıb 10 km məsafə. 24 km məsafədə olan C məntəqəsinə piyadadan 0,1 saat tez çatarsa, piyadanın sürətini tapır. Və bunlar hər biri 1 saat üzərindədir. Deməli, biz bilirik ki, piyadanın sürətini tapan zaman gedilən yolu zamana bölməliyik. Və bunlar arasındakı sürət isə biri-birindən 8 km/saat çoxdur. Yəni, birinin sürəti 1-dir, digərinin sürəti isə 1 topla 8-dir. Yəni, velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. O zaman biz velosipedçinin sürətini tapsaq, velosipedçi 24 km/saat gedir. 24 bölünsün 1+8. Digərinin sürəti isə 10 bölünsün V olacaq. 10 bölünsün V-dən 24 bölünsün V8-i çıxan zaman bunlar arasındakı fərq 0,5-ə bərabər olacaq. Biri-birindən 0,1 saat geçir. Yəni, bərabər edərik 2-1-ə. Sonra bu tənliyi həll edərik. Tənliyi həll edən zaman ortaq məxrəc tapırıq. V bölünsün V+8. V-yə bölən zaman burada qalacaq 10V topla 80 çıxılsın. V+8-ə bölən zaman isə 24V qalacaq. Bərabərdir 2-də 1. Çarpaz şəkildə vursaq V-nin kvadratı topla 8V. V-nin kvadratı topla 8V bərabərdir 24V. 10V-dən 24V-ni çıxan zaman mənfi 14V qalar. Onu 2-yə vuran zaman mənfi 28V topla 160. Hər birini sol tərəfə keçib kvadrat tənliyə gətiririk. V-nin kvadratı 28V sola keçən zaman toplanacaq 36V. Çıxılsın 160 bərabərdir 0. Ümumiyyətlə tapsaq köklərini, hansı ədədləri ki, köklər cəmi 36-nı versin bizə, mənfi 36-nı, köklər arası isə mənfi 160 və mənfi müsbət 4-də 4 və mənfi 40. Təbii ki, sürət mənfi ola bilmədiyi üçün V-ni 4 seçək. Və bizdən belə bu piyadanın sürətini istəyirdik. Piyadanın sürətini biz V ilə işarə etmişdik. V 4 km/saata bərabər olacaq. Doğru cavabımız olacaq 4. 8-ci sualımızda 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədədi ortası 21, kişilərin yaşlarının ədədi ortası 29-dur. Qrupdakı bütün işçilərin yaşlarının ədədi ortası 26 olarsa,
Qrupda neçə nəfər kişi var? Yəni çox gördüyümüz sual tiplərindən biridir. Kişilərin sayı x-dirsə, qadınların sayı burada 24/x olacaq. Kişilərə ailə işarə edək. Ədədi ortanı tapdığımız zaman A-nın x-ə nisbəti bərabər olmalıdır 29-a. Qadınlarda isə B-dən işarə etsək, B bölünsün 24/x bərabərdir 21-ə. Ümumilikdə bunların ədədi ortasını tapsaq, cəmin 24-ə nisbətidir. A plus B topla 24 bərabər olmalıdır 26-ya. Və gətirib yerinə yazırıq. A-nın yerinə 29x, B-nin yerinə yazırıq. 21 vurulsun 24/x bölünsün 24 bərabərdir 26-ya. İndi isə tənliyi həll edirik. 29x topla 21 vurulsun 24 çıxılsın 21x bərabərdir 26 vurulsun 24. 29x-dən 21x çıxan zaman 8x qalacaq. 8x bərabərdir 21 vur 24 hasilini də sağa keçirən zaman hər ikisində ortaq vuruq 24-dür. 24-ü çıxararıq. 24 vurulsun 5 qalacaq. 24 ilə 8x çıxar gedər. X bərabər olar 15-ə. X-imiz bərabər olacaq 15-ə. Bizdən də qrupda kişilərin sayını soruşurdu. Biz kişilərdə x ilə işarə etdiyimiz üçün cavabımız olacaq 15. 81-ci sualımızda isə f(x) bərabər a(x) kvadrat topla b(x) topla c funksiyasının qrafiki verilib. AC BC-yə perpendikulyardır. O 5-dir. Yəni C-dən O'ya qədər məsafəmiz 5-ə bərabərdir. BO məsafəsi 25 AO'dur. Bunda AO məsafəsini bilirsə, BO məsafəmiz olacaq 21x. Və biz burada bilirik ki, burada da 90 dərəcə var. Perpendikulyarlığa görə. Yəni görmədiyimiz 90 dərəcə var. Buradan biz h-ın kvadratı bərabər mn düsturu ilə getsək, 5-in kvadratı bərabərdir x vurulsun 25x şəklində yazarıq. Buradan 25x kvadratı bərabərdir 25-ə, x bərabərdir 1-ə. Nəyə görə 1 götürdüm? Çünki məsafə mənfi ola bilmədiyi üçün 1 götürdüm x-in qiymətini. Və parabolanın təpə nöqtəsinin apsisini tap. Deməli, A-dan O'ya qədər məsafəmiz bizim 1-dir. Amma burada koordinatı mənfi 1 yazır. Amma məsafəmiz 1-ə bərabərdir. Çünki məsafə mənfi ola bilməz. Digər məsafəsi 25. Deməli, biz burada təpə nöqtəsinin koordinatlarını tapmalıyıq. Təpə nöqtəsini, yəni parabolanın təpə nöqtəsinin apsisini tapmalıyıq. Apsisi tapmaq üçün n bərabərdir mənfi b böl 2a düsturundan istifadə edirik. Və biz burada bilirik ki, köklər cəmimiz ax kvadrat plus bx plus c-də köklər cəmimiz mənfi b böl a-ya bərabərdir. Və gətirib bu ifadədə biz yerinə yazsaq, x1 topla x2 bölünsün 2 alınacaq. Yəni, köklərimizi də artıq tapmışıq. Mənfi 1 və 25-dir. Mənfi 1 topla 25 bölünsün 2. Apsisimiz 12-yə bərabər olacaq. Yəni, parabolanın təpə nöqtəsinin apsisi 12-yə bərabər olacaq. Təkcə ikinci sualımızda isə alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif addır. Əgər müxtəlif adırsa, biz bilirik ki, həmin bucaqların cəmi müxtəlif adlı olduğu üçün həmin bucaqların cəmi 180 dərəcəyə bərabər olmalıdır. Deməli, alfa və beta burada cəmləri 180 dərəcə olmalıdır. Qamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır. Eyni adlı olduqları üçün qamma və fi bucağı isə bir-birinə bərabər olmalıdır. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20 dərəcə azdır. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20 dərəcə azdırsa, deməli, qamma bərabərdir. Alfa vurulsun 100/80-ə, yəni 0.8 alfaya bərabərdir. Finin dərəcə ölçüsü isə betanın dərəcə ölçüsündən 20% çoxdur. Yəni, beta vurulsun 100/120, yəni 1.2 betaya bərabərdir. Və bunlar eyni adlı bucaqlar olduğu üçün fi ilə qamma bucağı bir-birinə bərabərdir. 0.8 alfa bərabərdir 1.2 betaya. Sadələşdirmə üçün hər tərəfi ona vuraram.
8 alfa bərabərdir 12 betaya. Hər tərəfi 4-ə bölərəm. 2 alfa bərabərdir 3. Buradan alfamız 3K'dır. Betamız isə 2K'ya bərabərdir. Alfa plus beta düzləmi 180 dərəcədir. 5K 180 dərəcəyə bərabərdirsə, K olacaq 36 dərəcə. K'mız 36 dərəcədirsə, bizdən bucaqları istəyir. Alfa və beta bucağını. Alfa 3K, yəni 108 dərəcəyə bərabər olacaq. Betamız isə 2K 72 dərəcəyə bərabər olacaq. Yəni bucaqlarımız 108 dərəcə və 72 dərəcə olacaq. 3-cü sualımız ABC üç bucağında bucaq C 90 dərəcə. AD tən bölən CD 2,4 cm, AB və AB 8,5 cm olarsa, ABD üç bucağının sahəsini tapın. Gəlin üç bucağımızı çəkək. Belə bir üç bucaq çəkirik. A, D, C bucağımız 90 dərəcədir. AD tən bölən AD tən bölən. Tən bölən biz bilirik ki, bucaqları yarıdır. Alfa, alfa. Quadratur məsafəsi 8,5 cm bərabərdir. CD məsafəmiz 2,4 cm bərabərdir. Bizdən soruşur ABD üç bucağının sahəsini tapın. C bucağından biz AB tərəfinə perpendikulär endirsək və biz bilirik ki, tənbölən üzərində götürülmüş nöqtədən bucağın tərəflərinə qədər məsafələr bərabərdir. Yəni C-dən D-yə qədər məsafəmiz 2,4-dürsə, D-dən D-yə qədər məsafəmiz də 2,4-ə bərabər olacaq. Və bu ADB üç bucağının sahəsini tapmaq üçün biz üç bucağın sahəsini tapan zaman hündürlüyü oturacağa vurub 2-yə bölməliyik. Yəni 2,4 vurulsun 8,5 bölünsün 2 düsturda hesablayarıq. 1,2 vurulsun 8,5. Cavabımız olacaq 10,2. Deməli, nöqtələri birləşdirən parçanın orta nöqtəsi absis oxunun mənfi hissəsi üzərində olarsa, K-nı tap. Gəlin əvvəlcə, yəni parçanın orta nöqtəsinin koordinatlarını tapaq. Orta nöqtəsinin koordinatlarını tapan zaman absisləri 2-yə bölməliyik. K-nın kvadratı çıx 4K. Topla 12 çıx 4K bölünsün 2. Və buradan K-nın kvadratı çıxılsın 8K. Topla 12 bölü 2. Əgər absis oxunun mənfi hissəsi üzərindədirsə, deməli bunun absisi 0-dan kiçik olmalıdır. K kvadratı çıxılsın 8K topla 12 bölünsün 2 kiçikdir 0-dan. Bu kütləsinin 0-dan kiçik olması üçün sürət 0-dan kiçik olmalıdır. Yəni K-nın kvadratı çıxılsın 8K topla 12 kiçikdir 0-dan. Ümumiyyətlə köklərimizi tapsaq, köklərimiz 6 və 2-dir. 6 və 2. Bu aralıqda müsbətdir, bu aralıqda mənfi, bu aralıqda isə müsbətdir. Yəni 2 və 6 aralığı ödəyir bu bərabərçiliyi. Bu aralıqda da 3, 4 və 5-dir ödəyən qiymətlərimiz. Digər, eyni qayda Y üçün də keçərlidir. Orta nöqtəsinin koordinatlarını tapırıq. K-nın kvadratı toplasın 12K bölünsün. Əgər absis oxunun mənfi hissəsi üzərində yerləşirsə, deməli bunun ordinatı da 0-a bərabər olur. Bunu isə 0-a bərabər edirik. K-nın kvadratı topla 32 çıxılsın 12K bərabərdir 0-a. Ümumiyyətlə burada da köklərimizi tapsaq, köklər cəmimiz 12, köklər hasilimiz 32 etməlidir. 4 və 8 olacaq. 4 və 8. Yəni K-nın qiymətləri burada 4 və 8 olacaq. Bizə elə bir qiymət lazımdır ki, hər ikisini də ödəyək. Yəni K-nın da hər ikisində orta qiyməti 4-ə bərabərdir. Nəticəmiz cavabımız olacaq, yəni doğru cavabımız olacaq 4. 85-ci və sonuncu sualımız. Edelvin diaqramında ABV çoxluqlarının elementlərinin sayı verilib. Kəsmə bir fərqadan böyük olmalıdır. Yəni diaqramda baxaq. Diaqramda kəsmənin elementlərində 8 plus 4-dür. B-nin aya fərqi isə biz bilirik ki, B-nin A-da olmayan elementlərdir. Yəni 19 çıx 2x. 5x böyükdür 15-dən, x böyükdür 3-dən. X-in 3-dən böyük qiymətlərində x-in natural qiymətləri üçün n A fərq B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin təmini tap. Və biz bilirik ki, 19 çıx 2x də 0-dan böyük olmalıdır.
19,2 sıfırdan böyükdür. Buradan isə x kiçikdir 9,5-dən. Yəni x-i burada ödəyən 9-dur. Ən böyük qiymət 9-dur. Ən böyük qiymət burada x-i ödəyən 9-dur. Burada isə ən kiçik qiymət 4-dür. Və gətirib yerinə yazarıq. A fərqdir. A fərqdir isə 2 plus 5-dir. Bir dəfə x-in yerinə 4 yazaram. 2 vur 4 topla 5. Yəni cavabım olar 13. Bir dəfə isə 9 yazaram. 2 vur 9 topla 5 bərabərdir 23. Və bunları da toplayan zaman 13 topla 23 36. Doğru cavabımız olar 36. İzahımız bu qədər. İmtahanda iştirak edən hər kəsə uğurlar arzulayıram. Ümid edirəm hər biriniz istədiyiniz nəticəni əldə edərsiniz. Ümid edirəm izah sizlər üçün anlaşılır və aydın oldu. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun.